Salam dəyərli tələbələrim, bu günləri icmaldan mənə atdığınız əl işlərinizə baxacağam və həmçinin bunu deyim ki, kanala abunə olmayanların sayı 70%-dən çoxdur və bu serinin ardının gəlməsini istəyirsənsə 40 like atırsan və abunə olmağı da unutma. İndi ən maraqlı hissəyə keçirik, sizin əl işlərinizə baxırıq. Və ilk işimizdə 12 yaşlı bir qızımızın, Arzu qızımızın işidir, qəşəngdir, maraqlıdır. Yəni 12 yaşlı uşaqdan gözəl bir əl işi və qarşıda da 2026 gəlir və qəşəng bir təsvirdir. Qızımız artist bir neçə işini atmışdı. Bu işi də elə bir buna oxşar bir dənə də çəkmişdi. Amma nəsə o biri fərqli idi, bu daha yaxşıdır. Məsələn, antik göz olsun, burun olsun, qaş olsun, bulamasın, tam qəşəng fərqli. Və bu işi xatırlayırsınızmı? Hansı seriyada var idi? Və bu qızımızın o ilk işidir sonra. Burada yazıb ki, mən Mehrin Spider çəkmişdim. Bu da ikinci şəklimdir. Pastel tonlarda işləyib, yəni həqiqətən maraqlıdır və fikir versəniz, birinci və ikinci şəklimizdə də yeni il aurası var. Yəni 2026 gəlir bir sözlə. Baxın, bu işi mən görəndə, SS eləyəndə biraz tərəddüdlü qaldım və tələbəmiz də deyir ki, 12 yaşım var və özü işləyib. Adı da Turanədir. Nə bilim. Amma makyajım maraqlı, çox qəşəngdir və bu iş. Burada yazıb ki, yeni seridə yaratdım. Özümə deyəsən, özün üçün. Nə yaxşı. Biologiya dəftərimiz serisi. Seçdiyim şəkilləri kollaj elədim ki, çox yer tutmasın. Belə kvadrat olduğu üçün tam düşmür. Üzərində basın və elə bütöv olur. 5-ci günə yenə gözləyirəm. Bu arada bunlar 7 və 8-ci sinifdir. Hər biri çox qəşəngdir. Belə hər birinə bir baxdıydım olar ki. Yəni xırda detallarına kimi işləmişsən, yəni əhsən. Yəni mən bir dəfə işləmişdim, demişdim bəlkə keçən seridə də. Müəllimim biraz şey eləmişdi, mən də biraz vaz keçmişdim də o xırda detalları işləmək. Amma səninki hər biri hüceyrəsindən tutmuş sümüyünə qədər hər şeyini işləmişsən də, yəni əhsən. Dibitkidə də. Bu hansı gördü görəsən? Üstündə də hamı bütün detalları yazmışsan. İnsan anatomiyasında beyin quruluşu, bir də fəqərələr, sümük quruluşu. Sinirci də çəkmişsən, həyatda üstə. Boy, dişə qədər, ürəyi görmüş, ürəyi çox qəşəngdir. Dişə qədər işləmişsən, ağciyər olsun, hər şey. Həqiqətən çox maraqlıdır. Ay, heyvanların da hətta. Zaten orada balığı da görmüşdük. Həqiqətən əhsən. Məncə əladır. Çox qəşəng. Aha, baxın yeni ilin tələbəti ilə bir yerdə yeni iş. Və burada yazıb ki, qızım, salam müəllimə necəsiniz? Nə vaxtdır ki, aktiv deyiləm YouTube'da, ona görə də ata bilmirdim, amma indi adım atdım, zəhmət olmasa rəy verərdiniz. Yəni baxdı bir. Orada geyimləri çox bəyəndim. Bu da qəşəng. Burada kimisə oxşatdım. Kimisə çəkmişəm, yəni bir nəsə tanış gəldi. Məsələn, bu da çox qəşəngdir. Geyimləri çox bəyənmişdim, amma burada məsələn tonlamasını çox xoşuma gəldi. Bu hansı cizgi filmindir? Mən baxmamışdım, amma azdan çoxdan biraz ötəri görmüşdüm. Məsələn, bunu da çox bəyəndim. Qızımın bir gözündə biraz problem var. Elə bir sağ gözü biraz balaca da sol gözü daha iridir. Amma belə çox qəşəngləşsən. Və digər qızımızın burada da ürək işləyib qızımız. Ürəkdir, hamı işləyir onu və burada da hətta bütün detallarına qədər, damarlarına qədər, funksiyasına qədər hər birini işləmişsən, əhsən. Və bu qızımız 13 yaşlı. Baxın, hər birində fikir versəniz, 13, 14, 12 yaşı əksər tələbə olur. Və hər biri də çox qəşəngdir, əllər və sağlıq. Yəni çox qəşəngdir, çox dəyərlidir. Aha, iştiqləmə, tonlama, əhsən. Bu da çox xoşuma gəldi. Sadəcə biraz kontur hissəsi ki var, bir də konusa fikir ver. Orada biraz şey var, amma belə əhsən, tonlama xoşuma gəldi. Və akvarel texnikası da var, əhsən. Qızımız deyir ki, 15 yaşım var və sizdən gələn rəsmlərə baxıram, seri 19-a qoya bilərsiniz. Əlbəttə ki, niyə qoymuyorum, əhsən. Çox qəşəngdir. Bu da mən bu 13 yaşı görəndə bir təəccübləndim, bir də işi görəndə təəccübləndim. Yağlı boyaya oxşuyur. Yəni çox qəşəngdir. Məsələn, bu iş də qəşəngdir. Burada məsələn akvarel quaş qatıb bir-birinə. O rənglərin tonlaması var, ahəngdarlıq olsun, canlıdır. Rəng elə bir qışqırır. Mən onu həmişə çox bəyənirəm. Bu işdə çox əla, yaşına görə çox qəşəng işləyirsən. Və bu işimizdə də deyib ki, çox bəyənilib, ona görə atıb. Həqiqətən çox qəşəngdir, amma nəsə məni şeyləmir. Necə deyim? Yəni deməyim odur ki, sanki telefondan çəkilməyib də hər hansı bir proqramdan götürülmüş kimi görsənir. Amma özün işləyirsənsə, yaşına görə qat-qat əladır məncə.
Və bu işimizdə də necə deməliyəm, qəşəng görsənir. Rənglər çox qəşəngdir. Əlbəttə ki, niyə qoymuram? Özü çəkir. Burada məsələn bu parlaqlığı mən başa düşmədim. Bu nəsə bir şəffaf bir materialın üzərində işləmişsən bunu. Qaranlıq işçi. Məsələn bunu da məsələn şeydə də görmüşəm. Pinterestdə də. Aha. Müəllimə bunları 6-cı sinifdə oxuyanda çəkmişdim. İndi isə 8-ə keçdim. Aha, nə qəşəng. Baxın, 6-cı sinif 2 il arada fərq var. İndi görürsən necə çəkirsən. Bunlar məsələn xoşuma gəldi. Yəni 6-cı sinif 12 yaşlı bir uşağın əl işidir. Necə qəşəngdir. Məsələn bu aralarında ən çox bunu bəyəndim. Siz də hansı bəyəndiniz yaza bilərsiniz. Amma çalışın ki, uşaqlar heç kimin qəlbini qırmayacaq bir formada. Çünki burada əmək var, əziyyət var, zəhmət var və bu Şahin Ağayev hər bir seridə həmin adamın, həmin bəyin təsvirini görə bilərsiniz, əl işlərini görə bilərsiniz. Həqiqətən çox aktiv və daim öz üzərində işləyir. Məsələn, bu şar olsun. Keçən dəfə digər bir videoda orada nədən təsirlənib, nə üçün çəkdiyini demişdi. Yəni, hər biri qəşəngdir, bu da qəşəngdir. 3 poçt qutusu yanbayan, yağışlı bir gün. Məsələn, digərlə hər birində fikir versəniz, nəyinsə hər hansı bir müstəvini otuzduruq üzərində. Yəni, havada saxlanmır, tonlaması olsun. Aha, burada da xırdaçılıq eləyir, detallara da girir. Məncə daha da qəşəng əl işləri olacaq. Çünki hər dəfə atır. Fikir versəniz, 1-ci seridən tutmuş, indi 9-cu seri olacaq. Ya 10-cu seridir, tam da yadımda deyil. Hər birini eləyir. Məsələn, bu Diamond, Yaqub işləyib, orada Qalistuk var idi. Hər birinin məncə bir mənası var. Nədənsə təsirlənib məncə işləyib. Burada da qəşəngdir. Məncə maraqlıdır. Digər versiyada, seridə də məncə əl işlərinizi görəcəyik. Bəli uşaqlar, hər birinizə baxdıq. Həqiqətən aralarında çox qəşəng işlər də var. Əməyinizə, zəhmətinizə, düşüncənizə görə çox sağ olun. Mənim üçün həqiqətən bir zövqdür. Bir müəllim olaraq qiymətləndirmək, baxmaq və sizə də ruhlandırmaq bizim işimizdir. Yəni bir sözlə, burada zaten kanalda olan insanların əksəriyyəti rəssamlığa maraq, rəssamlığa hörmətlə yanaşan, əməyə qiymət dəyər verən insanlar topluluğudur və inşallah biz bu topluluğu, bu cəmiyyəti daha da inkişaf elətdirəcəyik. Digər videolarımızda görüşənədək hələlik.